İndi baxın Pezeşkiyanın özünün şeirlər deməsi, Şəhriyardan şeirlər deməsi, Molla rejimin adamı olsa da millətin ayılması üçün deyilənə görə bu şeirləri deyir. Siz nə düşünürsünüz? Məsələn, milli fəallar o. Onun dediyi şeirlərin mənası doğrudan milləti oyatmaqdır, yoxsa millətin başının altına yastıq qoymaq? Mən heç vaxt bu insana inanmamışam və inana bilmirəm. Bunun da müəyyən səbəbləri var. Niyə ki bu adam yəni İran İslam hakimiyyəti qurulan gündən bəri bu günə qədər vəzifədə olub. Millət vəkili olub, məclisdə olub, sonra sağlıq naziri olub, nə bilim xəstəxana rəisi olub. Yəni bir çox vəzifələrdə bu adam demək olar ki, fəaliyyət olubdur. Və sonunda da hər halda prezident seçildi və bunun prezident seçilməsi də yəni bəziləri şayət deyirlər, nə bilim bu Xameneyi ilə müxalifdir, nə bilim onun dediklərini qəbul eləmir. Yəni əsla belə bir şey yoxdur. Xameneyinin ən əskəridir. İran rejiminin ən mühüm adamlarından biri sayılır və dediyim kimi onlar ki islah tələbliq reformist varları ilə İranda iş üstünə gəliblər ki Pezeşkiyan da üçüncü şəxsidir bunlardan. Bundan öncə Xatəmi 8 il İranda prezident olub. Ondan sonra Həsən Ruhani 8 il, yəni 2 dövrə prezident olub və bu üçüncü şəxsdir ki, bu reformist şüarlarla iş üstündədir. Yəni, məsələ budur ki, əgər bir prezident hətta səs də verilə ona, onu Xameneyi təsdiqləməsə, o bir gün belə eləyənməz ki, öz vəzifəsinin başında olsun. Yəni, imkansızdır. Buna biz şahid olduq Mir Hüseyn Musəvinin məsələsində. O qədər səs verildi, çünki Xameneyi istəmirdi, onu qoydular qırağa. Hətta onu gətdilər bir şeyin təndirin, o eskinin təndirini də qızdırdılar ondan. Bir çox insanlar da ki, hətta o günə qədər səs verməmişdilər. Gəldilər, sandıq başına səs verdilər. Amma sonra Xameneyi dedi ki, yox, bu olmaz. Ona görə də bu söhbətlər hamısı boş söhbətlərdir ki, nə bilim, bu Xameneyidən fərqlidir, filandır. O şeirlər elə şeirlikdə qalır, yəni. Və çox belə məşhur bir söz var buna görə ki, biraz da sən bir pratik iş gör da, elə heç şeir oxumaqla nə olacaq? Elə ya türkcə şeir oxur, ya farsça, ya Qurandan ayə oxuyur, ya Nəhcül Bəlağədən ayə oxuyur. Yəni, bunlarla prezidentliğə nə rəxti var axı? Sən əgər prezidentsən, o görülən işlərin lazımdır. Sənin, əgər bugün sən Türk-Azərbaycan ədəbiyyatına öz marağını göstərmək istəyirsənsə, bunu icrai işlərində göstərməlisən. Yoxsa gəlib bir şeir oxumaqla ki, birində də hətta elə sözün ağzında qoydular. Bir bəlli də kimdir, gəldi bir kağız qoydu qabağına ki, oxuma. Bu da çox yumuşaq dedi. Nə olacaq bir iki beyt şeir oxumaq, nə olacaq? Yəni bu qədər də zəif. Əgər sən prezidentsən, o adam ki, bəlli də kimdir, adı nədir, nəçidir, gətirib sənin qabağa bir kağız qoyacaq ki, səsini kəs, sən də haranın prezidentsən? Sən hansı işi görə bilərsən, hansı pratikdə önəmli addımları millət üçün ata bilərsən? İndi İranın bütünlüyündə bir uşaqları onlar ki, məktəbə getmək istəyirlər, bunları bir test eləyirlər. Aya bunlar fars dilini aksantsız danışa bilirlər, yoxsa yox?
Bunun adını deyirlər testi bəsəndəgi zəbanı farsi. Yəni o test ki göstərir ki, o uşaq yetərincə fars dilini bilir ya bilmir. Ləhcəsiz. Bunu icra eləyirlər. Bir halda ki bunu əgər Pezeşkiyan milli düşüncəsi olsa ki kökündən yoxdur, bunun qabağını alar. Heç vaxt belə bir şeyə biz şahid olmuruq. Bu elə bu test elə neçə ildir başlayıb və elə bu gün də icra olunur və olunacaqdır ta İran rejimi hakimiyyətdədir. Bugün artıq demək olar ki 52 gündür ki Tahir Nəqəvi və Vədud Əsədi Tehranın evin həbsxanasında aclıqdadılar, aclıq siyasındadırlar və demək olar ki, hər ikisinin də səhhətində ciddi problemlər var. Tahir Nəqəvinin səhhətində daha ağır problemlər var. Onun demək olar ki, həm onurğa sümüklərində bir ciddi məsələ var, ciddi xəstəlik var və eyni zamanda da Vədud Əsədinin də gözlərində problem var və bura qədər də bu iki milli fəalımız ciddi halda heç bir müalicə görməyiblər, heç bir bunlara zindandan xaric bir demək olar ki, xəstəxanada yatmalarına imkan verməyiblər. Bir dəfə demək olar ki, keçən həftə Tahir Nəqəviyə bu imkanı yaradıblar ki, zindandan xaric bir xəstəxanada olsun və orada da bir neçə saat olub, sonra da qaytarıblar. Bir halda ki, Tahir Nəqəvinin ciddi əməliyyata ehtiyacı var və ciddi demək olar ki, təxəssüsi bir müalicəyə ehtiyacı var ki, mütəxəssis tərəfindən müalicə olunsun və bunun problemləri həll olunsun. Tahir Nəqəvi vəkildir, məhkəmə vəkilidir və Vədud Əsədi də demək olar ki, milli fəaldır. Vədud Əsədi bundan öncə də dəfələr tutulubdur, həbsə məruz qalıb, ağır işgəncələr görüb və bu səfərdə bunların ikisi bu qərara gəliblər ki, öz istəklərinə əl tapmadan aclıq aksiyasına son verməsinlər. Və bunların istəyi də tamamən haqlı bir istəklərdir. Yəni bunların həbs olunması belə qanunsuzdur, heç bir qayda və usula demək olar ki, söykənmir. 30 nəfərə yaxın deyirsiniz, amma yəni bunların suçları nədir Nağı bəy? Yəni təbii ki, onlar haqqında deyəcəklər ki, bizdə də, bizim Azərbaycan Respublikasında da var belə şeylər, görürsən ki, siyasi şəxslərdir, onlara ad qoyurlar ki, narkoman, narkotik istifadəçisi, narkotik satıcısı, nə bilim mən, başqa-başqa adlar qoyurlar, həbs edirlər, o başqa bir məsələdir. Amma Güneydə bu insanları niyə həbs edir? Məsələn, Azərbaycan Respublikasında bu adamların həbs olunması onların siyasi fəaliyyətinə görədir. Nə istəyirlər? Azərbaycanda demokrasi istəyirlər, Azərbaycanda insan haqlarını istəyirlər, Azərbaycanda jurnalistlər təqib olunur, onların hüquqlarını qorumaq istəyirlər. Amma Quzeydə nə istəyir? Güneydə nə istəyirlər daha doğrusu? Güney Azərbaycanda ya da İran adlanan yerdə nə istəyir bu soydaşlar? Niyə onlar həbs edirlər? Güney Azərbaycanda demək olar ki, o qondarma ittihamlar yoxdur. Narkotik maddələr filan, belə bir şeylər çox nüdrətən olur. Çox nadir hallarda baş verir. Amma ümumiyyətdə o ittihamlar ki, bizim milli fəallarımızın əleyhinə irəli sürülür, əsasda və başda gedəni İran İslam rejiminin əleyhinə təbliğat aparmaqdır. Bu birinci ittihamdır ki, yəni demək olar ki, bu deser kimi bütün o ittiham listələrində var. Yəni, əgər bir müttəhəmin
2 ya 3 dənə ittihamı olursa, ən azından bir dənəsi budur. Və ya bəzən bir ittiham olsa budur. Və başqa ittihamda budur ki, şəxs başqaları ilə bərabər gəlib təhlükəsizlik əleyhinə hər hansı bir iqdam eləyib. Başqa ittiham bir qrup yaratmaq və onu idarə etməkdir. Ki, bu qrupun demək olar ki, istəyi daxili əmniyyəti pozmaqdır. Bu üç ittiham demək olar ki, əsası ittihamlardan sayılır və cinayət işlərinin bir çoxunda da bu ittihamlara biz rast gələ bilirik.